Singapur niyə bu qədər zəngindir? Onun nefti, qazı, faydalı qazıntıları və demək olar ki, heç bir kənd təsərrüfatına yararlı torpağı yoxdur. Hətta kifayət qədər şirin su ehtiyatı belə yoxdur. Onun böyük bir hissəsini Malaziyadan idxal edir. Bəs bu kiçik ada dövləti necə bütün planetin ən zəngin ölkələrindən birinə çevrildi? Yerləşdiyi coğrafi mövqe. Singapur dünyanın ən sıx gəmiçilik marşrutu olan Malakka boğazının tam cənub qurtaracağında yerləşir. Hər il qlobal ticarətin təxminən 1/3-i Singapurun yanından keçir. Beləliklə ölkə bu coğrafi mövqeyini dünyanın ən səmərəli dəniz limanına çevirdi. Bura planetin ən böyük ikinci konteyner limanıdır və hər il 37 milyondan çox gəmi konteyneri buradan keçir. Gəmilər bura yanacaq doldurma, təmir, yükləmə və boşaltma üçün dayanır. Singapur özünün heç bir neft hasilatı olmasa da, Asiyanın ən böyük neft emalı mərkəzlərindən birinə çevrilir. Dənizçilik və liman idarəsinin məlumatına görə, Singapur təkcə dənizçilik xidmətlərindən ildə 15 milyard dollar pul qazanır. Heç nəyi olmayan bir ölkə yalnız tək bir şeydən imperiya qurdu, yerləşdiyi coğrafi mövqedən.